Sabahınız xeyir olsun. Biz 7-ci coğrafya dərsliyinin bölmə 6.2 Azərbaycanda əhali artırım məskunlaşma mövzusunun çalışmalarına izahına baxacağıq. Yəni vaxt itirmədən çalışmalarına baxaq. Əhalinin siyahı alma zamanı əsasən hansı məlumatlar toplanılır? Yəni kitabda 5 şəklində verilmişdir. Yəni görə hansı məlumatlar toplanılır? Əhali yaş və cinsi, daha sonra qeydiyyat ünvanı, daha sonra qeyd olunur təhsil, ailə tərkibi, iş yerləri və milli və dini xüsusiyyətləri də burada qeyd olunur. Yəni hansılar oldu? Əhalinin yaş və cins tərkibi, qeydiyyat ünvanı, təhsil səviyyəsi, ailə tərkibi, iş yerləri və dini və milli mənsubiyyətdə burada qeyd olunur. Azərbaycan əhalisi ilə bağlı yanlış ifadələrə müəyyən edin. Baxın, yanlış ifadələrə müəyyən edək. Əhalinin tələbi artımı şimal oranı daha çoxdur. Bəli, bu daha doğrudur. Şimal oranlarında nisbətən əhali artımı çoxdur. Sonra əhali çox şəhərlərdə yaşayır. Əhalinin 55% bilir ki, şəhərlərdə yaşayır. Bu da doğrudur. Dağlıq rayonlarda əhali seyrək məskunlaşmışdır. Bəli, bu doğrudur. Əhali əsasən düzən ərazilərdə geniş yayılmışdır. Diri ölkə arasında ən çox Azərbaycanlı Rusiyada yaşayır. Xeyr, Rusiyada deyil, ən çox Azərbaycanlı 40 milyon nəfər ilə İranın Cənubi Azərbaycan Ustanında yaşayır. Sonra ölkə əhali artımı zamanı həm də məkana görə dəyişir, həm məkana görə əhalinin tələbi artımı zaman və məkana görə dəyişir. Yəni bəzi məkanlarda əhalinin sayı az ola bildiyi halda, digər məkanlarda əhalinin sayı çox ola bilir. Yəni bu qeyri-bərabər paylanmasına gətirib çıxardır. Daha sonra 3-ə baxaq. Cədvəldə verilən məlumatlar əsas Ağdam rayon əhalisinin dəyişmə qrafikini müəyyən edin. Bu da rahatdır. Yuxarı yerləri yazacaqsınız, aşağıya artım yazacaqsınız və fikir versək 145.000, 161.000, sonra 185.000, 178.000. Fikir versək 2013-cü ilə qədər əhalinin artım sayı artır. 2013-dən isə 2013-ə əhalinin sayı azalır. Yəni qrafik belə gedəcək. Baxın belə gedəcək qrafik təxminən. Daha sonra 4-ə baxaq. Verilmiş fikirlərdən yanlış olan xəçək doğru olanı boş xanaya yaz. Azərbaycan əhalisi sayına görə Şimali Qafqazdan böyük ölkədir. Şimali Qafqaz deyil, bura Cənubi Qafqazdır. Sonra dünya ölkələrində 70 milyon Azərbaycanlı yaşayır. Xeyr, bu 70 milyon deyil. 55 milyon Azərbaycanlı yaşayır. Ölkəmizdə əhali siyahılma 5 ildən bir deyil, 10 ildən bir aparılır. Daha sonra ölkəmizdə çox uşaq ailə üstünü təşkil edir. Xeyr, ölkəmizdə əsasən ailə tərkibi 1 və 2 uşaq ailələrdən təşkil olunmuşdur. Əhali cəng ərazilərdə seyrək məskunlaşmışdır. Xeyr, sıx məskunlaşır. Ölkəmizdə kənd əhalisi sayı az olsa da şəhərlərdə yaşayanların sayı çoxdur. Ölkəmizdə kənd əhalisinin sayı az olsa da şəhərlərdə yaşayanların sayı çoxdur. Bəli, bu doğrudur. Yəni kənd əhalinin sayı az, şəhərlərdə isə daha çoxdur. Sonra baxaq, 5-ə baxaq. Kontur xəritəsinin tapşırıqları yerinə yetirək. Baxaq, kontur tapşırıqları yerinə yetirək. Dərsliyə əsas 53-cü verilən CVD xəritlərindən istifadə edərək cədvəlini tamamla. Əhalinin hər 1000 nəfər ölkə tələbi artımı 10, 1.002, 1.2 əsasən Naxçıvanda 4 və 10 deyir ki, hər tələbə artımı azdır. Hər tələbə artımı azdır. Bəli, bu doğrudur. Burada özləri qeyd ediblər. Mən özüm çaşdım ürülü sayı. Bunu təmizləyim. Sonra deyir ki, əhalinin hər 1000 nəfər ölkə tələbə artımı çoxdur. Burada yaza bilərik 12-ni və 5-i burada qeyd edə bilərik. Əhali seyrək məskunlaşmışdır. Əsasən dağlıq rayonlarda olacaq. 12, 7 və 8-i biz burada qeyd edə bilərik. Əhali sıx məskunlaşmışdır. 10 və 9-u biz burada qeyd edə bilərik. Daha sonra əhalinin tələbi artımı ən az məskunlaşmanın ən sıx olduğu məntəqələr müəyyən edin. Əhalinin tələbi artımı ən az olduğu yerlər. Əsasən biz burada ən az haradaydı? Sabirabad rayonunda olmalıdır. Ən az Sabirabad,
Sabirabad rayonundaydı və ən sıx olduğu məntəqə isə Bakı şəhəri idi. Daha sonra əhalinin sərləşməsi qrafik vermişdi. İnzibati rayonları tapşırıqlar yerinə yetirin. Baxın, Astara və Daşkəsən rayonları qeyd olunub burada. Əhalinin sərləşməsini müqayisə edib, bunu dəyişmənin səbəbini yox. Astara rayonunda fikir verirsə, 93-cü ildən əhalinin tələbi artımı stabildir, yəni artaraq gedir. Amma Daşkəsəndə görürük ki, əhalinin tələbi artımı artır, lakin 2023-cü il əhalinin tələbi artımı azalır. Bunun səbəbi də iqtisadi və sosial amillərlə bağlıdır. Yəni Astara şəhəri daha iqtisadi inkişafı daha necə elə stabil Daşkəsən rayonunda isə bu nisbətən durğunluq müşahidə edilir. Verilən İnzibati rayonların xəritədə 13-14 rəqəmləri ilə qeyd et. Verilən rəqəmləri Daşkəsən baxın burada qeyd olunacaq. Daşkəsən burada, Astara isə burada qeyd olunacaq 14. Sonra baxaq, dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəcək. Hələlik.